Boksun Allahı sayılan məşhur Məhəmməd Əli. Giriş birbaşa oldu. Amma təfərrüatları da danışacağıq. Sadəcə biraz səbr eləyin. Onun yumruğunun zərbəsindən çoxları o dünyanı görüb gəlmişdilər. Qara dərili bu adamın adı gələndə çoxlarını həyəcan bürüyür. Ringə çıxmağa cəsarətləri çatmırdı. İnadcıl, özünə güvənən, ringdə çox qəddar və güzəştə getməyən Əli, döyüş zamanı həm də zarafatları və məzəli hərəkətləri ilə də yadda qalırdı. Bəs ilk adı Cassius Marcellus Clay olan boksçu niyə sonradan Məhəmməd Əli adlandırıldı? O 1942-ci il yanvar ayının 17-sində Amerika Birləşmiş Ştatlarının Kentucky ştatının Louisville şəhərində doğulub. Clay'in atası reklam sahəsində çalışıb, anası evdar qadın olub. Qara dərili ailə orta təbəqənin insanları idi və demək olar ki, kasıb həyat keçirirdilər. Cassius uşaq olanda anasının ürəyindən keçirdi ki, oğlu məşhur boksçu Joe Louis'in yolunu davam etdirsin. O hətta bu fikirlərini oğlu ilə bölüşür və onu idmanın bu sahəsinə yönləndirirdi. Clay'in 12 yaşı olanda onun qırmızı velosipedini oğurlayırlar. Təcili tədbir görmək qərarına gələn kiçik Clay tez polis idarəsinə yollanır. O, polis zabiti. Eyni zamanda boks müəllimi olan Joy Martinə müraciət edərək xuliqanın dərhal həbsini və yaxşıca əzişdirilməsini tələb edir. Polis zabiti Clay'in istəyini edə bilmək üçün əvvəlcə bu işi bacarmağın lazım olduğunu deyir və ona məşq zalına gəlməyi tapşırır. Lakin Clay məşq zalına getmir. 2 həftə sonra o, Martini öz yeniyetmələri ilə birlikdə televiziya verilişlərinin birində görür. Növbəti gündən Clay qardaşı ilə birgə Martinin boks zalına məşqlərə gedir. Lakin Martin hər gün orada məşq edənlərlə dalaşıb, qışqıraraq boks üzrə dünya çempionu mən olacağam deyən Clay zaldan qovmaq məcburiyyətində qalır. Clay'in isə geri çəkilmək niyyəti yox idi. 6 həftədən sonra həvəskar boksçular arasında yarış keçiriləcəyi elan olundu. Döyüşlər televiziya ilə yayımlanmalı idi. Clay heç düşünmədən bu yarışa qatıldı. Yaşının və təcrübəsinin az olmasına baxmayaraq, ağ dərili boksçuya qalib gəldi. Döyüşdən sonra üzünü kameralara tutan Clay qışqıraraq, mən dünyanın ən məşhur boksçularından olacağam deyir. Beləcə hər kəsin diqqəti bu qara dərili, coşqulu gəncə yönəlir. Həmin gündən başlayaraq boksu həyatda özünə məqsəd seçən Clay, bundan sonra onsuz da heç maraq göstərmədiyi içki, siqaret və narkotikdən tamamilə uzaq durdu. Sağlam qida və idman onun həyat tərzinə çevrildi. ...1956-cı ildə karyerasının ilk peşəkar yarışına, Qızıl Əlcəklər turnirinə qatıldı. Bundan sonra uğurlarının davamı gəlməyə başladı. 1959-60-cı illərdə Həvəskar Atletika İttifaqının ilk turnirində 2 qızıl medal qazandı. Ancaq qarşıda Olimpiya oyunları da vardı. 18 yaşı olan Clay 1960-cı ildə San Fransiskoda keçiriləcək Olimpiya oyunlarına dəvət aldı. Bütün görüşlərdə dünyanın tanınmış və peşəkar boksçuları ilə ringə çıxdı. Şans sanki Cassius'un yanında idi. Demək olar ki, bütün rəqiblərini elə birinci raundda məğlub edən Clay beləcə həyatının ilk böyük uğurunu qazanır. Olimpiya qızıl medalını boynundan asmağa nail olur. 1959-cu ildə Clay ilk dəfə İslam Milləti Birliyinin lideri Aliya Məhəmmədin çıxışını eşitdi. 1961-ci ildə Mayamiyə gəlmiş Clay Məhəmmədin elçisi Əbdürrəhmanla görüşdü. Onlar birlikdə yerli məscidə getdilər. Məscidin abu-havası, azan səsli Clay'i necə ofsunlamışdısa, o ilk dəfə mənəviyyatını hiss etdiyini dilə gətirdi. ...1962-ci ildə Sonny Banks ilə görüşdə Clay həyatında ilk dəfə nakauta düşdü. 4-cü raundda isə o, rəqibini nakauta göndərdi. 1960-63-cü illərdə gənc boksçu keçirdiyi 19 görüşü tam qələbə ilə başa vurur. Bunlardan 15-i nakautla nəticələnmişdi. 1964-cü ildə isə məşhur boksçu Sonny Listowunu məğlub edən Clay dünya çempionu adını qazanır. Üstəlik, bu addan sonra o ikinci adını və İslam dinini qəbul edir. Artıq Cassius Clay Məhəmməd Əli adı ilə tanınmağa başlayır.
1975-ci ildə Əliyə Məhəmmədin vəfatından sonra Əli İslamın sünni məzhəbinə mənsub olduğunu bildirir. 1967-ci ildə Əli Amerika Birləşmiş Ştatları ordusunda hərbi xidmətə çağırılır. Əli həmin dövrdə Amerika Birləşmiş Ştatlarının Vyetnama başlatdığı müharibənin müqəddəs Quranın təliminə zidd olduğunu deyərək orduda xidmətdən imtina eləyir. Bundan sonra Amerika Birləşmiş Ştatlarının Boks Federasiyası Əlinin bütün titullarını əlindən alaraq onu 3 il müddətinə boksdan uzaqlaşdırır. 1971-ci il mart ayının 8-də Əli və məşhur boksçu Joe Frazier yenidən ringə çıxıblar. Bəlkə heç kəsin ağlına gəlməzdi ki, bu indiyədək boks tarixində ən yadda qalan döyüş olacaq. Sonralar bu qarşılaşmalar əsrin döyüşü adlandırılacaq. İlk görüş Əlinin umduğu kimi yox, Frazierin qələbəsi ilə sona çatdı. Bu Əlinin ilk məğlubiyyəti idi və təbii ki, həzm edilməz məğlubiyyəti idi. 1973-cü ilin martında Əli karyerasında hakimlərin mübahisəli qərarından sonra ikinci dəfə Kenan Nortona uduzdu. Ancaq Əli dəfələrlə efirdən daha əvvəl məğlub olduğu Joe Frazieri təhqir eləyir və onu yenidən ringə çağırırdı. Döyüş 1974-cü ilin yanvarında baş tutdu və hər şey Əlinin istədiyi kimi oldu. Əli qalib gəldi. Elə həmin ilin oktyabr ayında o, məğlub edilməz George Foreman'a qalib gələrək 2 qat dünya çempionu tituluna sahib oldu. Bu döyüş cəngəllikdə Güppultu adı ilə boks tarixinin qızıl səhifəsinə çevrilir. ...1975-ci ilin sentyabrında Məhəmməd Əli ilə Joe Frazier arasında 3-cü döyüş baş tutur. Görüş Filippinin Manila şəhərində 30 dərəcədən artıq isti havada keçirilirdi. Hər iki tərəf bir-birini öldürməyə hazır idi. Ancaq iki güclü rəqib hər raunda demək olar ki, bərabər hesabla başa vururdular. 12 raunddan sonra artıq heç birində taqət qalmamışdı. Görüşün 14-cü raundunda nəhayət Əli döyüşün dayandırılmasını istəyir. Ancaq ümumi görüşün nəticəsinə görə Əli artıq qalib idi. Qarşılaşma Manilada Thriller adını qazanır. Əli isə Frazieri özündən sonra ən yaxşı boksçu adlandırır. Ali's fight approaches its end. 9 seconds, 8 seconds, 7 seconds, 6 seconds. Ali having scored with a left and a right, holding on. The fight is about to end and it is over. 1978-ci ildə Əli Leon Spinks'ə məğlub olur. Bu, onun 3-cü məğlubiyyəti idi. Ancaq Əli onu revanşa dəvət edərək bu məğlubiyyətin əvəzini elə həmin ilin sentyabr ayında çıxır. Nəhayət 1981-ci ildə Tverov Berbikə məğlub olan Əli boksdan getdiyini elan eləyir. Bir neçə il sonra tanınmış boksçuda Parkinson xəstəliyinin əlamətləri görünməyə başlayır. Onun danışığı və hərəkətləri ağırlaşır. 1996-cı il. Təbii ki, bu ildə Amerika Birləşmiş Ştatlarında yetərincə məşhur idmançılar var idi. Amma Atlanta Olimpiyadasının məşəlini alovlandırmaq məhz əfsanəvi boksçu Məhəmməd Əliyə həvalə olundu.